Dəniz mövsümünün başlanmasına sayılı günlər qalıb artıq dənizkənarı obyektlərin açılması üçün işlər görülür. Bəziləri yenidən qurulur, bəziləri yenidən tikilir, bəzilərində isə təmir bərpa işləri aparılır. Çox insan qazana bilmək üçün gözünü 3 aylıq dəniz mövsümünə tikib. Düzdür, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbəsi hələ kirli çimərliklərin siyahısını açıqlamayıb, amma görünən problemə bələdçi lazım deyil. Buzovnada sahil boyu dənizə çirkab sular buraxılır. Dənizdən bir qədər aralı obyektlərdənmi, evlərdənmi dənizə sarı cığır açılır və bu cığırla dənizə çirkab suları axıdılır. Bu isə dənizə çirkab sularının axıdılması məsələsi hər günün mövzusudur. Dənizə çirkab suları axıdılırsa, yəqin ki, aidiyyatı qurumların da bundan xəbəri var. Çünki bu problemi görmək üçün əraziyə xüsusi baxışla baxmağa ehtiyac yoxdur. Sular göz önündə axıdılır. Mövsümün başlanmasına isə cəmi bir ay qalıb. Bir ay boyu bu problemi aradan qaldırmaq, dənizi təmizləmək asan olmayacaq. Bu da insanların sağlamlığı üçün təhlükəlidir deyə bizim Yol Infoda yayımlanan məlumatda qeyd olunur. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.